Respublika velotrekində trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirildi. Yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 50-yə yaxın idmançı iştirak etdi. Mübarizə 3 yaş kateqoriyasında U15, U17 və gənclər U23 elit qruplarında aparıldı. Yarışın reglamenti xal toplamaqla qrup ötüşməsi formatında təşkil olundu. U15 kateqoriyasında 14 kilometr məsafəyə yarışda qalib adını Timur Rəcəbov qazandı. İkinci yeri İslam Əliyev, üçüncü yeri isə İsmail Xançiyev tutdu. 18 kilometr məsafəyə U17 yaş kateqoriyasında Nihat Xudoyev birinci, Çingiz İsayev ikinci, Cavid Baxşiyev isə üçüncü oldu. Gənclər U23 və elit idmançılar arasında keçirilən 24 kilometrlik mübarizədə isə Tural İsrafilov birinci yeri tutdu. Rəhim Nağıyev ikinci, Camal İbrahimzadə üçüncü pillədə qərarlaşdı. Gələn il 26-cı ildə bizim böyük bir tədbirlərimiz olacaq. Təqvim üzrə beynəlxalq federasiyaların təqvimi ilə yarışlarımız, dünya çempionatı, Avropa çempionatı və amma ən əsas 26-cı ilin may ayının 10-u, 14-ü bizim Bakı-Xankəndi velosiped yarışımız olacaq. Mayın 10-u, 14-ü ərəfəsində 5 gün olacaq. 5 istiqamətdə 20 rayonu əhatə edən bir tədbirdir və finalımız, son günümüz Xankəndi şəhərində təntənəli şəkildə bitiriləcək. Beləliklə, Respublika velotrekində keçirilən yarışla trek velosipedi üzrə 2025-ci il mövsümünə yekun vuruldu.